الحمد لله رب العالمين أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله على نبينا Muhammed və alə alihi və sahbihi əcməin əmmə bə'd. Uşaqlar üçün olan ərəb dili dərslərinə davam edirik. Biz artıq ikinci hissəyə başlayırıq və kim birinci hissəyə qulaq asmayıbsa, istəsə birinci hissəyə qayıdıb qulaq asa bilər. Biz isə davam edirik. Əd-dərsul əvvəl, ikinci hissənin birinci dərsi. Təaruf, tanışlıq. Və dialoqa başlamamışdan qabaq bu sözləri oxuyum. Validun ata deməkdir. Validətun ana, İbnun oğul, İbnətun qız. İndi isə bu kiçik dialoqu oxuyub tərcümə edəcəyim və sonra onu bir daha ərəbcə olaraq oxuyacağım. Unzur və istəmi' və a'id. Bax, dinlə və təkrarla. Qasim deyir ki, həzə aqil. Bu aqildir. Aqil, əssəlamu aleykum. Salam verir. Qasim və aleykumussalam. Onun salamına cavab verir. Həzə validi muti'i'. Bu atam muti'dir. Aqil deyir ki, əhlən və səhlən. Xoş gördük. Qasim deyir ki, və həzə zəmili Həmzə. Bu isə yoldaşım, yaxud dostum Həmzədir. Aqil soruşur ki, mən həzə? Bu kimdir? Qasim deyir ki, həzə ibni Muhammed. Bu oğlum Məhəmməddir. Aqil soruşur ki, kəm umruka ya Muhammed? Ey Məhəmməd, sənin neçə yaşın var? Muhammed cavab verir ki, umri 9 sənəvat. Mənim 9 yaşım var. Aqil deyir ki, ənə muallim. Mən müəlliməm. İndi isə ərəbcə. Qasim, həzə aqil. Aqil, əssəlamu aleykum. Qasim, və aleykumussalam. Həzə validi muti'i'. Aqil, əhlən və səhlən. Qasim, və həzə zəmili Həmzə. Aqil, mən həzə? Qasim, həzə bəni Muhammed. Aqil, kəm umruka ya Muhammed? Muhammed, umri 9 sənəvat. Aqil, ənə muallim. İndi isə dərsdə verilmiş sözləri oxuyacağım. Unzur və istəmi' və a'id. Bax, dinlə və təkrarla. Validun. Validun ata deməkdir. İbnun oğul. Zəminun yoldaş. Muallimun müəllim. Əhlən və səhlən. Xoş gəldin. Və yaxud xoş gördük. Umrun. Yaş. Sənəvatun. Sənətun sözünün cəmidir. İllər deməkdir. Mən. İsmun istifham. Sual ismidir. Sual əvəzliyi. Mənası kim? Məsələn, mən həzə. Bu kimdir? Və bu qədər. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.